Axır ki gəlib şeytanın qıçını qırıb çıxmışam bugün zala. Baxın sizə belə bir şeylər. Baxın içərisinə əşyalarımı yığmışam. Kosmetikamdır, paltarlarımdan da xırda paltarlardır. Bunun içində başa düşdünüz yəqin ki, nə demək istəyirəm. Mənim Dyson çantam var, amma bir tane də rəfiqəm belə uzun söz vermişdi mənə. Bu daha kompaktdır. Yəni Dyson'ın bütün başlıqlarını yox, hansını ki bugün istifadə edəcəyəm. Onları yerləşdirmişəm bura. Darağımdır, Dyson'dır, quruducu başlığıdır və daraq başlığı olandır. Hamısı bura yerləşib. Kaş üçünü də dəst götürsəydim, amma mən bu kolleksiyaya artıq bu tikiləndə çatmamışdım. Yəni bu kolleksiya artıq bitmişdi. İndi bu il yeni kolleksiyanı rəfiqəm tikəndə yenə də götürəcəyəm yəqin ki. Baxın, olmazsa olmazımız baramahon. Hər vaxtınız xeyir xanımlar, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün idmana başladım. Bu ne çörəkdir? Nədən hazırlanır? Hə? Nədəndir o? Mərcidəndir, yoxsa nədəndir? Diyetikdir də, demək glutensizdir. Neyse qızlar, idmandan sonra çalışıram ki, burada bir şeylər yeyim, sonra çıxım ki, sonra çox ac oluram. Çöldə nə gəldi yeməyim. Buradakı yeməklər nəzərə alınır ki, sən idmandan sonra həm dietik, həm də ki, lazım olan vitaminləri, proteini ala biləsən həmin yeməkdən. Ona görə hazırlanır, yəni ona görə də yedim və buradan çıxıram. Buradan da çəkim özümü, sonra yedim. Qızlar, saçlarımı belə yığmaq məcburiyyətində qaldım. Çünki heç şuruklat qıya bilmədim. Bir fərqli bir Ladoron şampununu almışdım. İnanın ki, saçlarım, əslində mənim saçlarım çox yumuşaqdır. Amma nə bilim, süpürgə kimi elədi. Heç inanın ki, fenin darağı ilişib qalmışdı saçımda. Bir tər çıxardım. Neysə, çıxdım buradan. Gedim yavaş-yavaş. Əslində bir-iki yerə dəyməliyəm, biraz işlərim var. Kısa bir Ladoron anti reklamı gitti. Gördüğünüz gibi. Bugün hava yaman güneşlidir. Ama güneşe aldandım. Kurtkasız çıktım. Orada da duş almıştım diye. Öyle hissediyorum ki başıma soyuq olur. Oldu daha doğrusu. Neyse kızlar, kızımı götürməliyəm saat 7'də dərsdən. Saat indi 17-12'dir. 2 saat vaxtım var. Demək olar ki, bu 2 saat vaxtda nə idim bilmirəm. Saçlarım da belə bu hitdə. Harasa girəsi kimi də deyiləm. Yoxsa mola girərdim, bir iki şey almalıydım, alardım. Saçlarım səliqəsiz olanda çox kompleks eləyirəm özümə. Makyajsız ola bilərəm. Amma saçlarım səliqəsiz olanda heç nə. Bəlkə gedim salona. Demək olar ki, yaxınam. Ya çox deyil, yaxındır. Gedim bəlkə ora, amma heç xəbər də eləməmişəm. Gedim saçlarımı tezdən yuyusun, başqa bir şeylə ukladqa eləsin. Səliqəyə salsın. Görəsən eləyim, yoxsa yox? Məncə yox. İstəmirəm. Qızlar, ağlıma bir şey gəldi. Bu 2 saatlıq boş vaxtımı dəyərləndirmək kimi. Deməli, dünən Instagram səhifəsində Şafasın Instagram səhifəsində gördüm ki, bugün onlarda çox gözəl endirimlər olacaq. Belə deyir xanım. İndi kakraz oradan keçirəm, fikirləşirəm ki, bəlkə gedim baxam ne var, ne yox. Mən çox bəyənirəm onun geyimlərini. Bir neçə dəfə də almışam. Axırıncı dəfə köynək almışdım, 2 ədəd, eyni köynəkdən 2 rəngini almışdım. Çox bəyənmişdim, bəyənərək də geyinirəm hələ də. Düşünürəm ki, bəlkə gedim ora. O saçlarım ayıb deyil görəsin. Nəysə, nə olur olsun, daha önce gedəcəm. 2 saat maşında oturacaq halım yoxdur. Evə gedərəm, evə gedib, elə mən çatacağam, evə təzədən qayıtmalı olacağam. Qızımı mən götürməliyəm. Ona görə də düşünürəm ki, necəsə bu 2 saatı dəyərləndirim. Yaxşı dəyərləndirim. Neyse kızlar, geldim girdim Metro Park'ın içine, liftlə qalxıram, burada çektim sizin için biraz girişi. Bakın bu köynəklərdən almışdım mən. Bir ağ rəngini almışdım, bir də ki qəhvəyi rəngini, qiymətləri endirmə düşüb. Hərçin elə çox da düşməyib.
qiymətlər. Sadəcə olaraq çəkdim ki, fikir olsun sizdə də. Şafasın Instagram səhifəsinə girərək modellərə baxa bilərsiniz. Bu köynəklərin orada hamısının şəkilləri var xanımın özünün əynində. Bu dəri gödəkçələr xanımın, yəni ki, bu şafasın sahibinin deyim də, o xanımın əynində çox gözəl qalır əslində. Mən hər dəfə onun əynində çox bəyənirəm. Gedib baxıram, mənim əynimdə elə də gözəl qalmır. Yəni belə. Bu sport dərslərdir. Çəkmişəm hamısını sizin üçün. Belə kostyum var idi. Kostyumdur, amma şalvarı və koftası, pencəkləri ayrı-ayrıdır qiymətləri. Yəni ki, birlikdə satılmır, ayrı-ayrı alırsınız. Yəni bir çoxu o cür idi. Elə çəkmişəm hamısında. Bunlar belə gödəkçələr. Bunlar da çox maraqlı idi. Düzdür, giyinib baxmadım buna. Çünki bu tipdə şeylər məndə var evdə. Belə paltolar da uzun. Bunlar da bunlar düşməyib endirmə. Videonun üstünə səs yazmalı oluram, çünki içəridə musiqi var idi. Ona görə səsini kəsmişəm. Belə kostyum var idi. Bu xanımın özünün əynində də var Instagram səhifəsində. Sonra belə velour bir dəst var idi. Bunlar da ayrı-ayrıdır. Yubqanla üstündə belə jiletka kimi bir koftadır. Bunların da qiymətləri belə 79 manat biri, 100 manat biri. Amma bilmədim hansının idi. Sonra belə bir sport gödəkçə var. Bunu da çəkdim sizin üçün. Rəngləri də var idi orada. Qırmızısı, qarası, qəhvəyisi, sonra belə dəri uzun plaşı idi. Bunun da rəngləri var. Qarası, bir də ki belə göyə çalan belə boz qəribə bir rəng idi. Belə donlardı bunlar. Onlar da endirmə düşmüşdü. Bir də belə nə deyirlər buna? Nəsə də belə koftuçkalar var idi burada. Bunların da qiyməti 19 manata düşüb endirimdən. Bunlardan kifayət qədər çox idi orada. Elə də çox bəyənmədim, nə yalan deyim. Bunların da bunlar da belə də, yəni qiymətləri yaxşı düşüb. Amma o qədər də necə deyim, materialları o qədər də xoşuma gəlmədi. Sonra belə kostyum var idi. Bunlar da ayrı-ayrı idi. Yubqanla üstünün jiletkası fərqli-fərqli idi qiymətləri. Qızlar, bir dənə bu gödəkçəni bəyəndim. Dəri gödəkçədir. Orada xanıma deyirəm, burada small 36 ölçüsü yoxdur. İçərdən gətirəcək. İndi giyinib göstərəcəm sizə əynimdə də. Bunlara indirim yox idi. Sonra bu pololardı. Bunların da qiyməti indirimə düşmüşdü. Bu cəhrayı olanı çox bəyəndim. Sarısı da çox gözəl idi. Demək olar ki, elə sarısı da, cəhrayısı da, ağı da, hamısı çox gözəl idi. Bunları çox bəyəndim. Qızlar, burada giyindim, baxın əynimdə necə qalır. Dümdüz, belə heç nə. Çox narahat qaldı əynimdə. Dərisi çox sərt idi. Baxıram, sizə də göstərirəm. Amma özüm elə də bəyənmirəm və bunu almıram. Buradan çıxıram. Fikirləşirəm, neyiniyim? Fikirləşirəm, qoy bir-iki dənə də mağazaya girim, sizin üçün çəkeyim. Pensidə indirim var idi 50% edək. Ora girmirəm. Niyəsə pensinin qiymətləri mənə elə gəlir ki, biraz aldadıcı olur həmişə. Yəni o 50% edək yazır, amma 50% orada bir şey tapmaq olmur. Nəysə, corablara baxıram. Bu corabı bəyənirəm. Amma bu corabın ölçüsü böyükdür. Görün bunun kiçik ölçüsünü də. Yəni mənə lazım olan ölçüsü 36-38 ölçü lazımdır. Onu tapıb alacağım indi buradan. Bunlar çox qəşəng idilər. Üstündə də balaca belə ayı şəkli var. Xoşuma gəldi çox. Bunu götürdüm. Sizə də göstərirəm burada çeşidlərini. Paçkadakı çeşidləri maraqlıydılar. Bunu götürdüm. Sonra özümə də istəyirəm
Mən ağ corab çox giyinirəm, rəngli istifadə eləmirəm elə də. Özümə də ağ corab götürəcəm. Burada yoxdur. Baxıram, yoxdur. Bunları da sizə göstərirəm, fikir olsun deyə. Qiymətini istəyirəm çəkim, amma görsənmir. Burada da bunun da qiymətini göstərə bilmədim. Üstlərinə nə deyirlər ona? Nəsə də o siqnalizasiya üçün olan aparatı yapışdırıblar deyə görmək olmur qiymətini. Amma qiymətləri çox münasibdir. LC2-də vəbşi corablar və yaxud da bir çox şey mənə görə qiymətləri münasib olur bəzən. Bunun rəngini çox bəyəndim, bu kostyumun. Amma təəssüf ki, bir də bu pencəyi çox bəyəndim. Üstündə də belə ağ çiçəkləri var. Cins pencəyi, qiyməti də 50 manat səhv etmirəmsə. Təəssüf ki, mənim qızımın ölçüləri artıq burada yoxdur. Misal üçün, bu jilet xoşuma gəldi. 13-14 yaşdır, amma balaca görünür. Bu 100% mənim qızıma olmayacaq. Baxdım, amma ölçü normaldır, amma ebat olaraq əyninə olmayacağını bilirəm. Qiymətini göstərim sizə, fikir olsun, 30 manat. Neysə, qızları biraz da buraları gəzirəm. Buradakı corablara baxıram. Axtarıram özüm üçün öz ölçümü. Əziz xanımlar, əziz izləyicilər, əgər videolarımı bəyənirsinizsə, like etməyi və abunə deyilsinizsə, abunə olub məni dəstəkləməyi. Bir də şərhlərdə mənə öz fikirlərinizi yazmağı unutmayın. Bu mənim üçün bilirsiniz ki, böyük dəstəkdir. Belə, unutmayın, zəhmət olmasa. Xanımlar, görürsünüz qiymətlər necə yaxşıdır. Corablar da çox maraqlı corablardır. Rəngləri, belə çeşidləri çox maraqlıdır. Sadəcə mən sadə ağ corab dəsti deyəndə ki, yəni bir paçka sadə ağ corab, yəni sadə heç nə olmayan istəyirəm tapmaq. Ne bilmirəm, buradan tapacağım, yoxsa... Elə buralardan tapıram. Bəli, bunu götürəcəm indi, ölçüsünü. Bir də bunu götürdüm. 7 manat, 90 qəpik idi, 89 qəpik, neysə, tam olaraq görmədim. Neysə, 8 manat deyək də. Amma məncə qiymətləri pis deyildi. Belə 2 paçka götürdüm oradan, çıxdım. Ümid eləyirəm ki, bəyənmişsiniz çəkdiklərimi. Xoş olub sizə mağazaları gəzmək. Nəysə, çıxdım buradan moldan. Gedim. Qızlar, gəldim. Həmişəki kimi. Ancaq LC2-yə girdim, oradan corab aldım. Şafasda elə geçən bir şeylər. Bir dənə orada o dəri gödəkçəni bəyəndim. Onu da giyindim. Əynimdə elə də yaxşı qalmadı. Gördünüz siz də. Ona görə də heç almadım onu da. Bizi dərisi çox bərk idi. Yumuşaq, rahat material değildi. Çox bərk belə, necə deyim, rahat deyil də, bükülmür, rahat hərəkət eləməyi məhdudlaşdırır. Narahat idi, ona görə də heç onu götürmədim. Yəni demək olar ki, bir dənə bəyəndiyim şey oldu orada. Gördünüz 2 dənə corab, 2 dənə deyəndə 2 paçka corab aldım. Salam. İndi gedirəm, artıq məncə orada yaxşıdır gedim, ancaq çatacağım. Qızımı məktəbdən götürüm. Gəldim, evə çatdım, rəfiqələrim yoxdur ki, görüşək hardasa, oturaq, biraz söhbət eləyək. Nəysə, tez gəldim, saçlarımı təzdən yudum, qotq elədim, çıxıram. Qızlar, necə giyinmişəm? Cins giyinmişəm və qara köynək, üstündən də qara dəri gödəkçə giyinmişəm. Qarada çanta götürmüşəm, qarada sport ayaqqabı giyinmişəm. Saçlarımı da tez bazar belə düzəltdim. Qaçdım. Bir də görək hara gedirik. Bir şey də nəzərinizə çatdırım. Deməli, mənim bir rəfiqəm var. O, Amerikadan, Avropadan geyimləri gətirir. Həm sifarişlə əldə edə bilirsiniz, həm də ki, balaca bir mağazası var. Bu İnqilab tərəfdədir. Həsən Əliyev küçəsində.
Kimsə istəsə, həm də Instagram səhifəsi də var. Əgər görmək istəsəniz, baxıb getmək istəsəniz, Instagram səhifəsindən yaza bilərsiniz, konum atarlar, rahat gedib tapa bilərsiniz yerini. İstəmirəm sənsiz olan bu dünyada, mənə səndən əziz yoxdur bu dünyada. Məsafələr yorur məni, gəl görüş. Geldim. Oy, birinci girmiştim içeriye. Maçkuç eləmişəm onları. Neyse, belə bir mağazadır. Bayaq danışmışdım yolda gələndə. Hə, danışmışam ki, belə. Instagram səhifəsində əslində hamısı var. Bəzi mallar var ki, heç burada mağazada yoxdur. Hə? Deyəsən o Versace zaten, hə, onlar evdədirlər. Tommy'nin belə sumkaları, çantaları, burada belə bijuteriyalar filan. Neysə, onların hamısına səhifəni qoyacağım, girib baxarsınız. Bugünlük isə bu qədər. Gələn səfər görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.